Allah məni sevirəm, tələsmə. Özünə bax. Əgər Allaha itaətdəsənsə qorxma. Deməli, istidrac deyil. Yox, görürsən ki, günahların var, çoxdur və özün də öz nəfsini tanıyırsan, bunda qorx, Allaha qayıt. Birdən bəla müsibət yaxınlaşar, xəbərin də olmaz. Bəlkə istidracdır, mən bu qədər günah edirəm, niyə işlərim belə rahat gedir? Günahlar olurlar, tövbə etmirəm, günahlar var, məsciddən uzaqlaşmışam, cəmaatdan uzaqlaşmışam, nə bilim, adam var haramdan qazanır, harama xərcləyir, bu nədir, amma işin də yaxşı gedir. Görsən, bəzi insanlar var da, pul gəlir, hardan gəlir, Allah bilir, hara gəldi xərcləyir, deyir, hər şey əladır, şükür Allah, hər şey əladır. Hər şey əla deyilsən, elə bilirsən əladır. Allah sənə tövbə qapısını unutturub, sənin nəfsini özü unutturub, çünki günahlar səndə qərq olmuşsun, nəyə əladır? Vallahi əla deyil, müsibət, bəla yaxınlaşır, sənin xəbərin yox. Az olub belə insanlar, görürsən nə qədər belə zalim, fasıq, açıq insanlar olub ki, malı, mülkü, vəzifəsi olub, Allah birdən elə bir yerdə yaxalayır ki, batıb gedir, həlak olur. Həlak olur. Yəni Allah Teala görsən yer üzərində hikmətindəndir. Hamını həlak eləmir bütün zalimlər. Nə qədər zalimlər var? Mənim hamısı Allah Teala bəla müsibət göndəribmi? Yox. Lakin bəzilərində bu baş verir ki, digərlərinə ibrət olsun, yer üzərində insan qalmaz, qardaşım. Ona görə bəzi insanlar fikirləşməsin ki, mənim başıma gəlməz. Qardaş, halda bax. Günahların ola-ola, işlərin rahat gedirsə, qorxmaq lazımdır. Çünki belə olmamalı.